Güya Nüşabə Musayeva nəfəsi küçümsüyür. Buna aydınlıqdır. Çünki orada Müsalenin verişində sen ona bir kəlmə söz deyirsən. Deyirsən ki, bu sənətkarların, ama kimdir orada biz bilmədik, bu bizim bir soru işarəsi qaldı ki, kimin nəfəsinin yanında qoya bilmədin? Buna istəyirəm aydınlıq Mən gətirəsən. isə özünü sübut etmək. Yox, insanlara maraqlı, kim idi orada? Və kim nə dedi, nə düşündü haqqında onlara da önəmsəməmişəm. Amma sən sual verirsənsə, sənin verilişini açıqlama istəyirsən. Çünki mən bir an xahiş edim səndən ki, o sənətkar kim idi o şəkildə? Bəlkə sən sana bir şəkildə mən deyəcəyim ki, o sənətkar deyil. Mən orada, mən 42 yaşım var, ağzımdan çıxan ifadəni də bilirəm. Ağlımda özümü idarə edir və bilirəm ki, bu sözü deyəndən sonra bu sözün arxasında mənə necə tənqidlər ola bilər və yaxud da ki, təriflər ola bilər. Amma bunların heç biri məni düşündürmür. Mən nə düşünürəmsə, nə görürəmsə onu deyirəm. Masanın üstündə bir rubrik oldu. Masanın üzərində şəkillər sıralanıb. Orada Eldəniz Məmmədov var idi. Babək Müftəliyev, Könül xanım Kərimova, Mətanət Əsədova. Dinləyin məni xahiş edirəm. Xatirə İslam, yəni sənətdə qat böyük bir sənətkarların şəkilləri var idi, fotolar var idi. Və mənə Müsalə xanım sual verir ki, bunların hansı nəfəsdən yaxşı oxuyur? Sizə sual verirəm. Onlar nəfəslə yan-yana qoyulacaq. Yox, mən də deyirəm. Ən cavanı onların içində adını çəkdiyimiz məni göstərmir. Xatirə İslamdır, onun da sənəti qat-qat. Mən Zeynəbi seçdim. Zeynəbin belə sənəti var. Zeynəb belə onlardan başqa şey. Bəli, Zeynəbin sənəti var. Sadəcə Zeynəbdən niyə seçdim? Məcbur idim, mən oradan bir seçim eləməliydim. Onlar rəfiqədirlər, onlar bir yerdə duetlər oxuyublar. Daha çox bir-birlərinə yaxındılar deyə. Zeynəbi seçdim ki, Tolik, mənə qulaq asırsan, Zeynəbi seçdim ki, yəni o daha uyğun gələr nəfəsdən yaxın olduqları üçün. Amma Zeynəbin də sənəti kiçik deyil. Və mən deməmişəm nəfəs oxuya bilmir. Mən ağzımdan çıxan sözü çox yaxşı bilirəm. Və deməmişəm ki, nəfəs oxuya da bilməz. Demişəm ki, bu sənətkarlardan qat-qat, bir var ki, bir dillə aşağı oxuyarsa, 1000 dillə aşağı oxuyur. Mən dediyim sözü düz demişəm, dediyim sözün də arxasında.